Tarix bəzən sükutla yazılır, bəzən də nərilti ilə. Amma bəzən də tarixi yazanların səsini boğmaq üçün bir küncdə pusqu qurub gözləyənlər olur. Salam olsun ölkəmin duyarlı, dövlətimin və dövlətçiliyinin təəssübkeşliyini çəkən həqiqi vətəndaşlarına. Dərin hüzün və qürur hissi ilə danışacağım bu veriliş, dövlətçiliyimizin nəhəng siyasətçisi haqqında olacaq. Fəzail Ağamalı. Bir ömürlük siyasi iradə, bir parlamentin yaddaşı, bir dövlətçilik təəssübkeşliyi. İndi o yoxdur. Amma onun yoxluğunda belə o qoca qartalın kölgəsindən qorxanlar var. Fəzail Ağamalı adı Azərbaycanın müstəqillik tarixində sadəcə bir imza yox, bir mənəvi sərhəd dirəyidir. O, meydan hərəkatının tozlu yollarından keçib gəlmişdi. O, dövlətçiliyimizin ən kəskin, ən təhlükəli döngələrini görmüşdü. O vaxt Bakı küçələrində xaos at oynadırdı. O vaxt ki, dövlət gəmisi batmaq üzrə idi. Heydər Əliyev kursuna sadiq qalan, o kursun ətrafında polad çəmbər quran ilk fədailərdən idi Fəzail Ağamalı. Biz eyni zamanda dünən alınmış olan məlumatlara çox həyəcanla yanaşdıq, çox diqqətlə yanaşdıq və Gəncədə baş vermiş olan dövlət çevrilişi, Bakı şəhərindəki baş vermiş olan hadisələr şübhəsiz ki, hamınız kimi bizi də xeyli narahat etdi və biz bütün bunların hamısına bir mənalı qiymət verdik. Bu Azərbaycan dövlətçiliyinə qarşıdır. Bu Azərbaycanın müstəqilliyinə qarşıdır, Azərbaycanın dövlətçiliyinin qarantı olan Heydər Əliyevə qarşıdır. Buna qətiyyən yol vermək olmaz. Onun siyasi portreti sarsılmazlıq üzərində qurulmuşdu. Satılmayan, əyilməyən və ən əsası yıxılmayan bir iradə. O, parlament kürsüsünü sadəcə bir oturacaq kimi görmürdü. Dövlətin müdafiə istehkamı hesab edirdi. O, hər çıxışında bir siyasi manifest, hər cümləsində bir dövlətçilik dərsi keçirdi. Baxın bu mənzərəyə. Bir insan rəhmətə gedir və arxasınca rəhmət əvəzinə təhqir yağdıran bir kütlə peyda olur. Kimdir bunlar? Hansı mağaradan çıxıblar? Hansı klaviatur arxasında gizlənib öz mənəvi cırtdanlıqlarını nümayiş etdirirlər? Bu troll dediyimiz rəqəmsal virusların, ruhu satılmışların növbəti şabaşıdır. Onlar ölünün arxasınca danışacaq qədər kiçiliblər. Onlar dirisindən qorxurdular. Onlar Fəzail müəllimin o nəhəng siyasi qaməti qarşısında öz cırtdan boylarını görməkdən qorxurdular. Fəzail Ağamalını xalqa necə tanıtdılar? Bu təxribat maşını necə işləyirdi? Yadıma düşür. O, Milli Məclisdə gilasın qiymətindən danışırdı. Xalqın cibinə girən bahalıqdan, sadə insanın süfrəsindən, əl çatmaz olan meyvədən bəhs edirdi. Əslində, bu bir millət vəkilinin öz millətinin süfrəsinə çəkdiyi keşiyin nidası idi. Amma neynədilər? O kirli mətbuat, o başlıq ovçuları bu fəryadı götürüb Fəzail Ağamalının maaşından şikayətlənməsi kimi servis elədilər. Xalqın xeyrinə qaldırılan səsi siyasi mənfəət kimi hesab elədilər. Budurmu sizin jurnalistikanız? Budurmu həqiqətə olan ehtiramınız? Siz onun xalqın boğazından keçən tikiyə olan həssaslığını öz iştahanızın qurbanına çevirdiniz. Və ya qazilər, veteranlar, Fəzail Ağamalı kürsüdə yumruğunu masaya vuranda, qazilərin, veteranların pensiyalarının artırılmasını tələb edəndə o troll şəbəkəsi hardaydı? O zaman niyə lal olmuşdunuz? O canını fəda edənlərin haqqını tələb edirdi. Siz isə onun səmimiyyətini populizm süzgəzindən keçirib rəngini bulandırırdınız. Fəzail Ağamalı üçün dövlətin əskəri müqəddəs idi. Çünki o dövlətin özünü müqəddəs bilirdi. Çünki o hər bir qazinin ağrısını öz sümüyündə hiss edən bir ağsaqqal idi. Söhbət müharibə veteranlarına verilən pensiyanın həcmi ilə bağlıdır. Bu kifayət qədər azdır. Etiraf edək 80 manatdır. Əgər nəzər alsaq ki, istehlak səbətinin ümumi dəyəri 205 manatdırsa, məncə müharibə veteranlarına söhbət
Birinci və ikinci Qarabağ müharibəsi veteranlarından gedir, həqiqi veteranlara. Yəni bir gün gedib orada komandirovkada ezamiyyətdə olub gəlib özünü veteran adlandırılanlara yox. Döyüşdə olan həqiqi veteranların pensiyasının mənə deyər ki, minimum istehlak səbəti dəyərində, həcmində, yəni 202 manat səviyyəsinə verilməsi çox ədalətli olardı və çox yaxşı olardı. Təşəkkür edirəm. İndi isə hədəfdə onun qızı deputat Günay Xamalıdır. Atasının yolunu, atasının bayrağını daşıyan bir xanıma qarşı açılan bu qara PR kampaniyası əslində kimə qarşıdır? Bu təkcə bir deputata hücum deyil. Bu bir ailənin şərəfinə, bir dövlət adamının mirasına olan qəsddir. Günay xanımı qaralamağa çalışanlar, onun adına kölgə salmaq istəyənlər bilməlidirlər ki, o kölgə sizin öz qaranlığınızdan doğur. Atasının sağlığında üzünə deyə bilmədiklərinizi indi onun övladının üzərinə qusmağa çalışırsınız. Və bunu qələbə sanırsınız. Günay Ağamalı sadəcə bir soyadın daşıyıcısı deyil axı. O, bir siyasi məktəbin davamçısıdır. Və bu hücumlar o məktəbin divarlarını yıxa bilməyəcək qədər cılızdır. Mən sizə deyim, siz qələbə qazanmırsınız. Siz sadəcə öz simasızlığınızı sənədləşdirirsiniz. Hər kəs öz hesabını verəcək. Tarix qarşısında, vicdan qarşısında və o ulu məhkəmə qarşısında. Fəzail Ağamalı bu ölkənin dövlətçilik kərpiclərindən biri idi. O kərpiclərin rəngi şəhid qanı ilə, dövlət eşqi ilə yoğrulub. Onu sarsıtmaq üçün apardığınız o balaca mübarizə və balaca atdığınız daşlar onu yıxan deyil. Amma bilin ki, bu xalq həqiqəti ağı qaradan ayırmağı gec də olsa öyrənir. Bir gün o gilasın da hesabı sorulacaq, o kəsilən pensiya tələbinin də, o atılan iftiraların da. Ruhun şad olsun Fəzail müəllim. Sənin ucaltdığın bayraq, sənin qurduğun Ana Vətən Partiyası, sənin dövləti olan sadiqlik mirasın indi etibarlı əllərdədir. Səni qaraltmaq istəyənlərin rəngi elə qara olaraq qalacaq. Çünki günəşə palçıq sulamaqla qaralmır. Fəzail Ağamalı bir siyasətin sönməyən ulduzlarından biridir. Allah rəhmət eləsin. Yadında mı? Onda dünya güzel idi. O məhəbbət hər sevgidən əzəliydi.